Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli CBC Sport izləyiciləri. Asko Arenadan canlı yayımıza başlayırıq və bir qədər sonra meydanda 2-ci liqa təmsilçisi Lerik və Region Liqasında finalda Xankəndinə məğlub olan Şirvan kollektivləri mübarizə aparacaqlar. İkinci liqanın keçid play-off maçı belə ilə Əliyar Ağayevin işarəsi və mübarizə başlayır. Asko Arenada hər iki tərəfə uğurlar arzulayırıq. Lerik futbolçularının hücumu uzaqdan qüvvətli zərbə və Cavidan Hüseynzadə yumruğu ilə top uzaqlaşdırır. İzləyirik təkrarı. Bax, bu uzaqdan zərbə idi və qapçı zərbə yerinə yetirir. Ötmə qapı qarşısına, qapı direği! Şirvan futbolçuları qol vurmağa yaxın oldu, birbaşa zərbə. Təkrarı bir daha izlədik və top qapı direğindən qayıdır bax burada. Ötmə, yox bu aldatmaq edirə gibi. İti bucağına zərbə gələ bilərindi. Ötmə geriyə, zərbə üçün ikinci imkan, zərbə gəlir Emil Əsənzadə. Emil Əsənzadə. İsayev çox inanlıdır, ötürməsini etdi Emil Əsənzadə. Aldatdı rəqibini, ötürmə intiqam Məmmədov. Məmmədov zərbə indirir və top qapının yanından keçir. Ramiz Bağırov yaxşı düşündü, komanda yoldaşına topu çatdırdı. Orada Rəvan Quluzadə topladı. Rəvandan ötürmə, Ramiz Bağırov qapı qarşı göndərilən top. Zərbə və gol! Hesab açılır maçlar. Zaur Quluzadə topu qapıdan keçirir. Lerik komandasının 90 nömrəli futbolçusu. Zaur Quluzadə. Bax, bu ötürmə mükəmməl idi Ramiz Bağırovdan və Zaur Nuruzadənin zərbəsindən sonra top qapıdan bax belə keçir. Cavidanın toxunuşu kifayət etmədi. Hesabı açır Lerik futbolçuları. Hesab 1-0 Lerik'in seyrinə. İntiqam Məmmədov ötürmə qapı qarşı. Boşda zərbə! Cavidan İzzətli! Komandasını qoldan xilas edir. Top orada mübarizədən qalib ayrılır Penci Ağazadə. Zaur Nurzadə irəliyə çox yaxşı ötürmə. İndi imkan var ikinci gol üçün. Zərbə! Cavidan Hüseynzadə komandasını Real qoldan xilas edir. Nurzadə topladı hərəki, ötürmə qapı qarşısına. Zərbə üçün imkan var orada. Lerik futbolçuları fərqi artıra bilər. Hansı qərar verəcək Penci Ağazadə və gol! İti bucaqdan Penci Ağazadə dəqiq zərbə endirir və hesabı 2-0'a çatdırır. Effekti zərbə endirir. Bu da Zaur Nurzadənin o reydi. Baxın, ondan topu almaq heç cür mümkün olmadı. Ötürmə qapı qarşısına və burada kapitan Xalid Mahmudovu aldadır Penci Ağazadə və dəqiq zərbə endirir. Top Kənan İbişova dəyir və qapıya daxil olur. Fasilə ləfəsində hesab 2-0'dır. Zaurun bu zərbəsi, Elcan Rəsulov. Ondan irəliyə ötürmə. Aşırma zərbə və gol! Gola baxın, gola! Mükəmməl qərar! Möhtəşəm gol! Play-off maçında Nurlan İsayev çox baxımlı gol vurur Şirvan komandası. Aşırma zərbə, o qərar! Çox gözəl gol izləyirik Asko Arenada. İzləyirik təkrarı. Nurlan İsayevdən aşırma zərbə və gol. Ötürmə Elcan Rəsulovdan çox gözəl alındı. Nurlan İsayevdən aşırma zərbə də öz yerində və çox baxımlı gol izləyirik. Asko Arenada
Hesab 2-1 olur və tərəflər fasiləyə bu hesabla yollanırlar. Əliyar Ağayev işarəsini verir və ikinci hissə başlayır Asko Arenada. Yenə biz hissənin əvvəlində hər iki tərəfə uğurlar arzulayırıq. Hüseybov ötürmə qapı qarşısına, zərbə! Cavidan İzzətli! Ötürmə qapı qarşısına, İntiqam Məmmədov, qüvvətli zərbə! Cavidan İzzətli! Cəmin Yanaçasa göndərilən top və indi Daballa zərbə! Görün oradan çıxarırlar topu! Şirvan futbolçulara! Emin'den ötürme ileriye, oyundan kenar vəziyyət yox. Emin Əfsənzadə! Daha bir imkan qaçır. Əla ötürməsi. Daha bir cəhd olacaq Rəvan Qonzadə. Zərbə indirir Cavidan Hüseynzadə. Həsənzadə aldatdı rəqibini. Emil Həsənzadə. Ötürmə qapı qarşısında başla zərbə. Cavidan İzzətli. Mükəmməl oynuyor. Cavidan. Nurlan İsayevin zərbəsi. Topu uzaqlaşdırır Axundzadə. Daha bir ötürmə. Emil Həsənzadə topu sinəsilə saxlayır. Emildən ötürmə qapı qarşısında. Zərbə! Akrobatik tullanış və top qapıdan keçmir. Top qapıdan keçmir. İnanılmaz vəziyyət. Burada Emil Həsənzadə əla ötürmə etdi. Akrobatik tullanış, zərbə, qapı tiri. Ardınca zərbə blok. Elvin Cahangirli və penalti. Bütün hər şeyin üstünə xət çəkir demək olar ki, Raqib Şəbib. İndi ümid qalıb Cavidana. Zaur Nurzadə zərbə. Top tirin üstündən keçir. Nələr yaşanır bu maçda? Nələr yaşanır bu maçda? Aslan Əsənovundan zərbə! Qapı direği! Oy 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 oy! Bəxti getirir qapçının. Top ona dəydi ama qapıya daxil olmadı. İziri təkrarı. Mükəmməl zərbə edilmişdi Aslan. Pencə Azadə ötürmə qapı qarşısına. Aslan Əsənov topu uzaqlaşdırır. Akrobatik zərbə və Cavidan Hüseynzadə. Mükəmməl hərəkətlər davam edir. Daha bir epizod. Nəyə çatdı orada Cavidan? Topu əla buraxır orada. Lerik futbolçuları Zaur Nuruzadə qapçılı üzmüz. Zaur Nuruzadə və top direği yanından keçir. Zaur Nuruzadə. İlkin Xəlilov orada sərt hərəkət. Qüvvətli zərbə. Cavidan İzzətli və hakim sarı vərəqə göstərir Rəşad Zeynallıya. Ötürmə qapı qarşısına. Başla zərbə. Yenə Cavidan İzzətli. Mükəmməl oynayır Lerikin qapçısı. Ötürmə qapı qarşısına. Cavidan başla zərbə və gol! İnanılmaz! 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 İnanılmaz vəziyyət! Asko Arenada Cavidan Hüseynzadə! Mühteşem vəziyyət. Belə sonluq yoxdur. Hələ bu son deyil. Cavidan Hüseynzadə. Başla fərqlənməyə çalışır. Baxaq. Yox. Elcan Rəsulov. Başla. Dəqiq oynayır. Şəbiyevin cəhdi uğursuz alınır. Və penalti. Cavidan İzzətli top əlindən qaçırır və penaltiyə səbəb olur. İlkin Xəlilov zərbə və gol! Şirvan 3, Lerik 2. İlk əlavə hissədə birinci ekstra time'da Şirvan komandası öne geçir. Penaltiden İlkin Xəlilov fərqlənir. Bir anda gelen o beraberliği golü maçın əsas vaxtı bitir və ilk ekstra time'da, ilk əlavə hissədə qapçının sərbi və penaltiden İlkin Xəlilov fərqlənir. Lerikin ən yaxşılanan Elvin Cahangirli aşırma zərbə,
imkan vermədi orada qapçı və penalti təyin olunur Şirvanın qapısına. Kenan Sadıxov zərbə endirir və ikinci penaltini də kənara vurur. Lerik futbolçusu çərçivəyə düşə bilmədi. Mehman İvanov ötürmə qapı qarşısına. Başla zərbə. Rabil Yusufzadə nəyi qaçırır orada? Bu da maçın final fiti. Əziz tamaşaçılar, dəyərli CBC Sport izləyiciləri, ikinci liqa uğrunda play-off görüşündə Şirvan komandası Leriki 120 dəqiqənin sonunda 3-2 hesabı ilə məğlub edir.